Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla, az ərzaqla, yağsız, unsuz şirniyyat hazırlayacağım. Bunun üçün 5 ədəd otaq temperaturunda olan yumurta götürmüşəm. Üzərinə 1 stəkan şəkər əlavə edirəm. Buxar hamamında 2-3 dəqiqə qarışdırıram ki, isinsin. Çox isitmək olmaz, barmağın ucunda yoxlayın. Azacıq isinibdirsə, ocaqdan götürmək lazımdır. Yumurta ağı mikserin qabına əlavə etdikdən sonra üzərinə 1 çimdik də limon duzu əlavə edirəm. Mikserin yüksək sürətində ağarıb, kütlənin həcmi artıb qatılaşanacan çalıram. Yumurta ağı bu cür olmalıdır. Görürsünüz, qaşıqdan tökülmür. Mikseri söndürürəm. Yumurta ağına qatmaq üçün qoz, fındıq və biraz da badam götürmüşəm. Blenderin doğrayıcısına əlavə edib xırdalayıram. Qeyd edim ki, bu ərzaqların miqdarını artırıb azaltmaq olar. Ancaq qoz və yaxud da ancaq fındıq da əlavə edə bilərsiniz. Çox ehtiyatla qarışdırıram. Bu qaydada salfan paketin içərisinə əlavə etdikdən sonra forma verirəm. Əgər qozu fındığı çox əlavə etmisinizsə, onda əllə də yumurlayıb forma vermək olar. Əvvəlcədən isidilmiş 150 dərəcəlik sobada təxminən 1 saata 1 saat 20 dəqiqəyə quruduram. Tam quruduqdan sonra sobadan götürürəm. Gördüyünüz kimi artıq yağsız, unsuz şirniyyat hazırdır. İçərisinə əlavə etdiyim qoz fındıq bu şirniyyata xüsusi dad verib. Hazırlayıb dadına baxmağa dəyər. Videonu izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.